Salam, mən də sizin kimi tapmaca həll etməyi sevirəm və əgər siz də mənim kimisinizsə, deməli, bugün doğru yerdəsiniz. Çünki biz bugün sadəcə tapmaca həll etməyəcəyik. Biz o tapmacaların arxasındakı məntiqi, o sirri açacaq və bugün bizim gizli silahımız nə olacaq? Qraf nəzəriyyəsi. Elə isə başlayaq. Hə, bir saniyəlik fikirləşin. Hər gün evdən çıxanda, məktəbə ya da işə gedəndə hansı yolla gedəcəyinizə necə qərar verirsiniz? Əslində, heç fərqinə varmadan beynimiz hər an bu cür kiçik tapmacaları həll edir. Bax, bugün biz o qərarların arxasında yatan o gizli xəritəni birlikdə açacağıq. Deməli, bu dediyim gizli xəritə var ha, onun adı qrafdır. Və inanın mənə, qraflar həqiqətən də hər yerdədir. Məsələn, sizə film məsləhət görən o alqoritmlərdən tutmuş, sosial şəbəkələrdəki dostluq əlaqələrinizə qədər, hər şeyin təməlində bu qraflar dayanır. Yaxşı, bəs qraf nədir? Əslində çox sadədir. Hər qrafın cəmi 2 təməl daşı var. Birincisi təpələr. Bunlar bizim nöqtələrimizdir. Təsəvvür edin ki, bunlar şəhərlərdir ya da dayanacaqlardır. İkincisi isə tillər. Bu təpələri, yəni şəhərləri birləşdirən yollardır, xətlərdir. Vəssalam, bu qədər bəsit. Amma bilirsiniz, real həyatda olduğu kimi, bəzən yollar ancaq bir istiqamətli olur. Qraf nəzəriyyəsində biz buna diqraf deyirik. Yəni bir yolda ancaq oxun göstərdiyi tərəfə gedə bilərsiniz. Eynilə şəhərdəki bir tərəfli küçələr kimi. Geri qayıtmaq olmaz. Yaxşı, artıq əsasları bildik. Hazırsınızsa, gəlin ilk tapmacamıza keçək. Qarşımızdakı məsələ ən klassik tapmacalardan biridir. Bir başlanğıc nöqtəsindən son nöqtəyə neçə fərqli yolla getmək olar? Gəlin görək, bu yolları necə saya bilərik? Bu tapmacanı həll etməyin açarı əslində çox sadə bir qaydadır. Bir şəhərə çatmaq üçün neçə yol olduğunu tapmaq istəyirsinizsə, sadəcə ona birbaşa gələn bütün yolların başladığı şəhərlərə çatmaq üçün olan yol saylarını toplayırsınız. Biraz qarışıq səsləndi. Heç narahat olmayın. Gəlin bunu addım-addım tətbiq edək. Görəcəksiniz nə qədər asandır. Baxın, gəlin birlikdə edək. Başlanğıc nöqtəmiz A-dır, düzdür? Ora 1 yazırıq. Çünki başlanğıcda olmağın elə bircə yolu var, o da elə orada olmaqdır. İndi, növbəti hər şəhərə çatanda dayanıb baxırıq, bu şəhərə hansı şəhərlərdən oxlar gəlir. Həmin şəhərlərin üstündəki rəqəmləri toplayıb, yeni şəhərə yazırıq. Bu qədər sadə. Bu prosesi sonuncu, F şəhərinə qədər davam etdiririk. Və sonda F-in üzərində alınan rəqəm, bax o rəqəm bizim axtardığımız cavabdır. A-dan F olan bütün fərqli yolların sayı. Gördünüz, nə qədər mürəkkəb görünsə də əslində sadəcə toplam əməliyyatıdır. Qrafları şəkil kimi çəkmək əlbəttə çox rahatdır. Bəs yaxşı, kompüterlər bu əlaqələri necə anlayır? Axı onlar şəkil görmür. Bax, cavab budur. Matrislər. Gəlin indi də qrafların bu gizli kodunu, yəni onların rəqəmsəl dilini öyrənək. Gəlin bu cədvələ birlikdə baxaq. Gözünüzlə S sətrini tapın. Barmağınızla da B sütununu. İndi onların kəsişdiyi yerə baxın. Nə görürsünüz? 1. Bu o deməkdir ki, S-dən B-yə birbaşa yol var. Bəs A sətri ilə B sütununun kəsişməsinə baxın. Orada 0 var. Niyə? Çünki A-dan B-yə birbaşa yol yoxdur. Bu qədər sadə. Və bilməlisiniz ki, matrislərin 2 əsas növü var. Birincisi bu gördüyümüz qonşuluq matrisidir. O, çox sadədir, ancaq 0 və 1-lərdən ibarətdir. Onun işi əlaqə var sualına hə, 1 və ya yox, 0 deməkdir. İkincisi isə çəki matrisidir. Bu biraz daha ağıllıdır. O, təkcə yolun olub-olmadığını demir, həm də o yol nə qədər uzundur ya da o yolu getmək nə qədər xərc tələb edir suallarına cavab verir. Qısacası, biri hə, yox, digəri isə nə qədər sualının cavabıdır. Amma ən vacib olanı budur. Bunu heç vaxt unutmayın. İstər əlinizdə qrafın şəkli olsun, istərsə də bu rəqəmlərlə dolu cədvəl, hər ikisi də eyni hekayəni danışır, eyni xəritəni göstərir. Sadəcə fərqli dillərdə. Yaxşı, əsasları möhkəmləndirdik. İndi isə gəlin oyunu biraz da maraqlı edək. Necə? Real həyatda olduğu kimi, səyahətimizə bəzi şərtlər, bəzi məhdudiyyətlər əlavə edəcəyik. Ağlı marşrutların sirlərini açmağa hazırsınız? Deməli, ilk məhdudiyyətimiz belədir. Bu şəhərdən keçmək olmaz. Bəzən olur, deyilmi? Bir yerdən keçmək istəmirik və ya mümkün olmur. Belə vəziyyətdə nə etməliyik? Strategiya, inanın ki, düşündüyünüzdən də asandır. Getməyiniz qadağan olan o şəhəri və ona gələn-gedən bütün yolları xəritədən sanki pozanla silirsiniz. Fərz edin ki, o şəhər heç vaxt mövcud olmayıb.
Geriyə nə qaldı? Daha sadə, daha kiçik bir xəritə və bu yeni xəritə üzərində tapmacanı əvvəl öyrəndiyimiz qayda ilə həll edirsiniz. Vəssalam. Keçdik növbəti tapşırığa və bu daha praktikdir. Ən qısa yolu tap. İndi məqsədimiz təkcə mənzil başına çatmaq deyil, ora ən az məsafə qət edərək ən səmərəli şəkildə çatmaqdır. Burada açar söz effektivlikdir. Ən qısa yolu tapmaq üçün bir neçə addımımız var. Əvvəlcə, A-dan F-ə gedən bütün mümkün əsas marşrutları bir-bir yazırıq. Sonra hər bir marşrutun üzərindəki yolların uzunluqlarını, yəni o rəqəmləri toplayırıq. Məsələn, bir marşrut üçün bu 4 + 1 + 2, yəni cəmi 7 edə bilər. Bütün marşrutlar üçün bu hesablamanı apardıqdan sonra sadəcə nəticələri müqayisə edirik. Hansı yolun cəmi ən kiçikdirsə, bax, bizim qalibimiz, bizim ən qısa yolumuz da odur. Və bizim bu nümunəmizdə ən qısa yolun uzunluğu 7-dir. Bu sadəcə bir rəqəm deyil. Bu, sizin vaxtınıza, yanacağınıza, enerjinizə qənaət edən ən ağıllı seçimdir. Və nəhayət, sonuncu, mənim fikrimcə ən maraqlı şərtimiz. Mütləq və mütləq bu şəhərdən keçməlisən. Bəzən belə olur, səfərimizdə mütləq dayanmalı olduğumuz bir nöqtə olur. Bəs onda nə edirik? Bunun üçün çox gözəl bir üsul var. Biz bütün səyahəti iki kiçik müstəqil səyahətə bölürük. Birinci hissə, başlanğıcdan, yəni A-dan, məcburi dayanacağımız olan B-yə qədər neçə yol var, bunu tapırıq. İkinci hissə, indi isə B-dən finişə, yəni C-yə qədər neçə yol var, bunu da hesablayarıq. Sonda isə bu iki aldığımız nəticəni sadəcə bir-birinə vururuq və alınan cavab bizim axtardığımız ümumi yolların sayıdır. Dahi və sadə. Təbriklər! Artıq siz də bir qraf ustasısınız. Gəlin, bir dayanıb düşünək. Bugün hansı yeni super güclərə sahib oldunuz? Artıq sizin əlinizdə möhtəşəm alətlər var. Siz istənilən qrafda bütün mümkün yolları saya bilirsiniz. Rəqəmlərlə dolu bir matrisin gizli dilini oxuya bilirsiniz. Bir yerdən başqa yerə ən qısa, ən səmərəli yolu tapa bilirsiniz. Hətta buradan keçmə və ya mütləq buradan keç kimi xüsusi şərtlərlə dolu səyahətləri belə planlaya bilirsiniz. İndi isə əsl sual gəlir. Bu yeni bacarıqlarınızla həyatınızın başqa hansı sahələrində gizlənmiş qrafları görüb, onları həll edə bilərsiniz. Bəlkə də bir layihə planlayanda, ya da dostlarınızla olan əlaqələri analiz edəndə. Unutmayın, bütün dünya bir-biri ilə əlaqəli nöqtələrdən ibarətdir və sizin əlinizdə artıq bu əlaqələrin xəritəsini oxumaq üçün bir açar var. Maraqlıdır, elə deyilmi?